etsin tabii ki bu YouTube'a. İnşallah belə videolarımız izlənər və daha çox abunə qədər və ailəmizi göstərəcəyik inşallah. Uşaqlar indi Minecraft'da ne vaxtda Brawl Stars oynadım. Minecraft'a qayıtdım və Minecraft'da hardasa bir-iki gündə oynayaraqdan belə bir ev düzəltdim. Yəni ben tərs düzəltdim. Yəni dostlarım da var idi. Onlarla köməkləşib düzəltdim. İndi Minecraft'da bir dənə ev düzəltəcəyik. Like atıp abone olmağı da zəhmət olmasa. İndi hardan evimizi tikmək baxaq. Məncə bir dənə nə tərəf tikək? Bilirsiniz necə? Hətta sizə tanış edeyim görün. Böyle dostum elədiyi evdir. Böyle sıradan bir köylü evi. Yəni şəhər kimi eləyəcək dostlar. Böyle pördəsə qoydum ki, ilığımız açaqıb yandırılmasın. Yəni indi o bir evə baxaq. Bu bir ev mənim düzəltdiyimdir. Bura zırhmaq qoydum. Burada şalkırlar var. Şalkırların içində hiçbir şey yoktur. Burada pardon, sorry. Burada ışığımız var. Böyle yandırıp söndürme olur. Lüstür kimi. Uşaqlar, sonra burada büyü masası falan var. Yuxarı çıxanda da hiçbir şey. Suya çıxdı. Burada mənim itim var. Nəsəsən, Qarabaş. Burada piyano var. Mən də şey içməyə qoydum. Bu ev də belə. Bu evi hemen tüm dostum eləyib. Aslında buralar balkondur və yerlərə yuxarı çıxabilirik. Burada da sıradan bir yatak odası kimi bir şeydir yani. Bu kadar. Çok sıradanlardır. Ama burası boş kalmış. Ben buraya bir şey yapamıyorum. Burasını ben yaptım. Yani ben elədim. Birinci mərtəbəsi balıqlarımı və balıq. Aksolot. Yatak otağım. Uşaqlar bir de təzadımız xeyr. Evler var. Yani təkcə 2 dənə bunlarda var. Başqa heç bir yer yox. Çox buradan belə gəldik. Burası yəni Azərbaycan bayrağı. Oy, bu bomboş. Belə bayraqlarımız var yəni. Belə bir yerimiz, belə bir tablo, bilməm nələrdir. Belə bir balkon çıxanda yuxarıda hiçbir şey yoxdur. Özüm düzəltmədim. İstəsəm düzəltlərimi başqa gün aldım. Buranı mən düzəltdim. 5-10 dəqiqə, 1 saat qabaq düzəltdim. Yəni belə içəricisiz olmuşlar. Belə sıradan bir otaqdır yəni. Çox bir şey yox. Buranı şəhər edilməyə çalışacaq yəni. İndi buradan belə yol çəkəcəm və orada bir dənə ev tikəcəm. İndi başlayaq. Bir dəqiqə Katman qayısı. Yollar neden Katman kayasının olduğunu söylemeyin çünkü asfalt kimi bir şey. Yani başlayalım. Hardan öyle. Yani bunları şuraya koy. Şu olsun. Böyle. 4 blok olsun. Böyle bir de ev güzel tekrar şəhərimizi dağıdacağıq. Hər abunə olan dostumuza bundan sonraki onun adını verəcəm. Hər bir dənə evə. Məsələn qızılsa bu pəmbəni verəcəm. Bir dənə də qızılsa bunu verəcəm. Oğlansa bu üçünün birisini verəcəm. Amma like atıp abunə olanlara. Uşaqlar bu videoya ən az bir 10 like yox. 50 like atsaz yani bunun bir devamı gelecek yani. Yani atarsınız inşallah. Yani 50 like gelir inşallah. Biz indi bunu hangi taxtadan eləyək? Bence sıradan ev olsun mu? Bence olsun ya. Allah kahretsin be, suya düştük.
Uşaqlar, bilirsiniz, mən nə vaxtdan oynamıram Minecraft, yəni 1-2 il olub bəlkə də. Təzə başlamışam, 2-3 gündür. Məncə yaxşıdır. Uşaqlar, istəyirsiniz Brawl Stars videoları, başqa oyun videoları zətlər də gəlir də, yəni. Hani like sayısına bağlıdır. 50 like gələndə Brawl Stars videosu da gələr. Yəni yorumlara da baxacağıq. Yorumlar, şərhlər. Video bəlkə 15-14 dəqiqə çəkəcək. Bir də evdən buraları sonlandırırıq. Evet, videolarında çekiyorum. İlk abone olan, yani kanalımızın ilk abonesi olan, bundan sonraki abone olan evimiz böyle başlıyor. Buradan bir tane de böyle bir kapı yeri. Aa yok. Olmuş. Böyle. Yani. Böyle olsun mu? Yok bence. Böyle. Yoksalar canı vereceğim. Bunları böyle. Ya da uşaqlar vaxtımı çox saxlaya qalmayacaq. Biraz artık oldu. Oyundan da böyle resim dayanır. Bence daha gibi. Diğer yerleri kapı olarak. Bence bu kapı iyidir ya. Bence iyi. Uf. Dur şimdi cam. Bence bu camlardan hangisi? Ben bu olsun. Adi yani normal bir cam. Ya da yok ya. Zengin başka renk. Ya bu olsun. Bence de bu olsun. Hava kararıyor. Çabuk olmamız lazım. Çabuk. Eşlirsiniz yani inşallah. Like atıp abone olun. Devamı gelecek. Bu video abi. Bu video inşallah çok izlenir yani. Çok izlenir. Uzun video izləmirsiniz yəni heç. İnşallah izləyirsiniz. Qısa videolar, yəni short videoları da gələcək, narahat olmayın. Bir mərtəbə ilə edəcəm uşağım. Üzülür sayın şimdiden.
Uşaqla üstün sonra davam etdirərəm. Çünki vaxtımız çox yoxdur, yəni 5 dəqiqə falan vaxtımız qaldı. Şimdi buraya yani bizim kardeşimiz yani ışık lazım tabii buraya. Şurada yani ışık tapılmış. Burada birinci dekorasyon verirsen. Dur he. Buraya böyle lacivertlenci bir şey. Yok ya kahveyim bence. Kahverengi var ha. Lambo ne? İşte herkes anlamaz yani bu şarkının önemini. Anladınız ya? Uşaqlar abunə oldular. Mən səhv elədim. Ay zibil. Qapının burada olduğunu bilmirdim axı mən. Deyən. Yadımdan çıxdı ya. Deyən. İndi oldu. Uf erkek ya. Şimdi yok. Yanlış. Böyle. Şöyle. Bence bu böyle olsun. Bana bir tane ne lazım kardeşim? Onu aşağı çeksem. Bildim anladım şu an. Dur. Dur nerede lan şu kızıltaş? Şu şalteri al bir. Kızıltaş en iyisi. Bekle gözleyin uşaqlar. Sesim gelir. Yani işitirsiniz yəqin ki. Abi uşaqlar oyundan retsilon qalxmış ola bilər. Mən niyə görmürəm? Lan nerede lan bu retsilon? Köpek neredesiniz ulan siz? Diyan yazayım çıxsın. Axır ki. Bir dəqiqə. Bunları alın. Kalça da sereceğim. Rahat olmayın. Bir şey yaptığımdan hiç teşekkür bile edemiyorum yani. Bir şey yapıyor mu yapmıyor mu? Anlayamadım. Tamam anlaşıldı ki. Allah kahretsin lan seni. Dur şimdi. Abicim şunu ben böyle getirsem nasıl olur? Bence iyi olur. Sizce nətər olur uşaqlar? Bence bombadır. Biraz dizaynı pis oldu ama olsun. Buraları kapatalım. Ya bence iyi. Böyle temiz buna bağlayalım. Allah. Uşaqlar video bu qədər vaxtımız bitirir. Ona görə də abunə olub like etməyi unutmayın. Sağ olun, görüşənədək.